Hər birinizi xoş gördük dostlar. Psikodex kanalına hamınız xoş gəldiniz. Bugünkü videomuzda dependency confusion nədir, necə yaranır, nə olan şeydir bu və typo squatting nədir? Bunlar haqqında danışacağıq. Typo squatting nədir? İlk öncə bundan başlayaq. Bu zəiflik əsasən yazı səhvinə görə yaranır da. Məsələn, deyək ki, developer bir dənə package yükləmək istəyir. Bu nə edəcək? Atıram bir dənə package yükləmək istəyir, gəlir yazır npm install, məsələn random yazıram, npm install express yazır. Bu da gedir, npm gedir bunu, expressi gedir public repository'dan yükləyir. Yəni necə? Bu gəlir, bu gəlir npm, gəlir burada package'lər olur, gəlir burada, məsələn, nümunə göstərək də. Məsələn, Parser deyilən bir package var, nə bilim, Cronty deyilən package var. Gəlib buradan Express-i yükləyir. Express bu arada misaldır da, nümunə olaraq deyirəm bunu. Gəlir Express-i yükləyir. Yaxşı, bəs deyək belə bir şey oldu da. Developer səhvən ötürü 3 dənə sığ yazdı. Bastı enter-ə. Nə olacaq? Bu zaman gedir, attacker, məsələn, Express deyil package-in adı. Gəlir bura Express adında bir sığından bir dənə şey yaradır. Package yaradır. Və içinə də bir dənə malicious kod qoyur. RCA kodu qoyur da. Shell kodu qoyur, bir şey qoyur. Məsələn, developer gəlsə, səhvən burada Express yerinə bir sığından Express yazsa, bu gələcək, bu package'i yükləyəcək. Bu gələcək, gəl də. Bu gələcək, bizim yaratdığımız malicious package-i yükləyəcək. Bundan da biz hədəfə öz malicious kodumuzu yüklədə və runlada bilirik. Typo squatting, yəni belə bir boşluqda. Məsələn, deyək ki, bu necə eləyə bilərik? Məsələn, mən götürərəm, ən məşhur 200 dənə paketi götürərəm və hər birinə, nə bilim, hərəsindən bir dənə adına çox yaxın bir adından package yaradıram, olmayan. Məsələn, Express-də belə yaratdıq, götürüb 3 sığından yaradıram və ya nə bilim, bəzi hərflərin yerini dəyişirəm. Hansı ki, səhvən yazıla biləcək bir sözə gətirib çıxarsın da bu. Bunları yazaram bir 200 dənə şeyə, package-ə və oturub gözləyərəm. Kim ki, gələcək, səhvən onu yazacaq, onu yazandan sonra gəlib bizim package-imizi yükləyəcək. Və bununla da bizim kodumuz ranlanacaq. Hansı ki, bu adam da həmin şey eləyib. Nə eləyib? 2016-cı il iyunun 8-də paylaşılmış bir məqalədir. Götürüb 214 dənə total müxtəlif paketlərə, package-lərə götürüb yaxın bir dənə typo squatting hücum eləyib də. Yəni yaxın bir dənə ad qoyub, adda package yaradıb, ona da bu malicious kodu yerləşdirib də, hər nə eləyirsə. Bununla da gəlib 17289 host qoşulub buna. Host yükləyib. Yəni 17289 nəfər gəlib bunu səhvən yükləyib. Və 17289 host bu kodu yükləyib, bəlkə də runlayıb da. Və 45334 dənə HTTP request gəlib. Yəni biraz belə sadə boşluq kimi görsənir, elə belə bir şey kimi görsənir, amma yəni çox vacib bir şeydir də. Sonra başqa nə edib adam? Baxın, burada da göstərir, Fransadan nə bilim 199 host, 190 host, nə bilim COMTL-li 3122 host, belə. Yəni burada da hamısını görürük də, açıq aydın. Typo squatting boşluğunun, belə əsas məğzi bu şəkildədir, təməli bu şəkildədir, belə başa düşə bilərik. Yaxşı, gələk bəs əsas boşluğumuz dependency confusion, bu nədir? Məsələn, gəldim burada yazdım, npm install express. Bu gedib necə yükləyəcək? npm gedib haralara baxacaq, hardan gedib yükləyəcək, bunu bilməyimiz vacibdir. Yəni bu boşluq əsasən burada yaranır. Məsələn, atıram, mənim özümdə bir dənə private package var, hansı ki, məsələn, Elvin adında private package var. Və mən o private package-dən istifadə edirəm də. Və
bu necə olacaq? Məsələn, gəldik, ranladıq, npm install Elvin verdik. Bu gedib para baxacaq. Bu gedib birinci private baxacaqmı? Deməli, burası bu hissə, yəni vacib hissədə, boşluğun yarandığı hissə burada, yaxşı qulaq asın. Deməli, npm versiyaya əsasən hara baxacağına qərar verir. Atıram, mənim package.json'ımda Elvin adlı bir dənə package var. Versiyası 1.0.0'dır. Mən getdim, attacker olaraq OSINT elədim, recon elədim, nə elədim? Gördüm ki, bu adam Elvin adlı private package istifadə edir. Mən getdim, özüm npm'də, bayaq göstərdiyim yerdə. Burada bir dənə package yaratdım. Package'də adın Elvin qoydum, əgər publicdə yoxdursa. Elvin qoydum, versiyasını da 9.9.9.0.0 yüksək versiyalı bir şey qoydum. Və bunun içinə öz malicious kodumu əlavə elədim. İndi nə olacaq? Biz bu komandı ranlayanda bu npm hər ikisini görəcək. Həm private görəcək, private'da Elvin var 1.0.0 versiyalı, həm də public'də Elvin adlı package var, npm'də 9999 atıram.0.0 versiyalı. Bu npm install versiyası yüksək olanı götürəcək, yükləyəcək, istifadə eləyəcək. Yəni, mənim bir dənə private package'im olsa belə Elvin adında, mən gəlib public'də həmin adda bir dənə package yaratsam və içinə malicious kod yeritsəm və versiyasını private'dakindən daha yüksək versəm, npm install gedib public'dakini yükləyəcək, nəinki private'dakini. Yəni, dependency confusion boşluğu da buna əsasən yaranır. Bu arada təkcə npm'ə aid deyil də, pip install-da versək, yəni Python'da da həmin şeydir, PyPI-da da həmin şeydir, Ruby'də də həmin şeydir, hansı ki Ruby Games'də də həmin şeydir. Yəni bu boşluqla biz RC'yə gətirib çıxara bilərik də. Bu da ki kritik boşluqdur. Hansı ki bu boşluqla bir dənə adam 2020-ci ildə Shopify'dan 30.000 bug bounty alıb, Apple'dan 30.000 bounty alıb, daha sonra PayPal'dan da 30.000 bounty alıb. 40 almışdı deyəsən. Var. Microsoft Azure'dan da 40.000 alıb. Və həmçinin Netflix'ə də boşluq tapılıb, onunla da nə qədərsə, yəni bounty alıblar. Yəni gördüyümüz kimi, yəni çox belə məşhur boşluq deyil, amma çox vacib boşluqdur, məncə çox önəmli boşluqdur. Bunun üçün, yəni babat bir dənə OSINT bacarığımız olmalıdır bizim. Bunun üçün nə edə bilərik? Gedərik, nə bilim, saytın JavaScript fayllarına baxarıq, oxuyarıq, hansı dependency'dən istifadə olunub, require olaraq nə çağırılıb, bunlara baxarıq. Bunlar public'də varmı? Public npm'də gedərik, axtararıq. Məsələn, burada axtararıq. Elvin adında məsələn bir şey varmı? Gördüyünüz kimi yoxdur. Yəni, kimsə gəlib Elvin adında dependency'dən istifadə edibsə, mən gəlib bundan özüm yaradaram, yüksək versiya verərəm və o gəlib ranlananda bunu işlədə bilər. O gəlib build olunanda, nə bilim, npm update verəndə, npm install verəndə, neyiniyəndə gəlib Elvindən istifadə eləyə bilər və mən öz malicious kodumu victimdə işlədə bilirəm. Bu gəlir buna çıxarır. Bundan əlavə, bu əsasən belə deyim də, siyasidə daha təhlükəlidir. Məsələn, normalda nəsə gəlib npm install verəndə, burada da gördüyümüz kimi, yox, burada görmürük. Biz gələndə, nə bilim, terminalda npm install zad verəndə, bu gəlib bizdən soruşur, davam etmək istəyirsənmi, ya istəmirsənmi, bunu soruşur. Amma yəni siyasətdə bunu soruşub eləmir, amma avtomatik özü hamısını yes verə gedir. Ona görə də bu siyasətdə daha təhlükəlidir. Yaxşı, bəs bu boşluğun qarşısını necə alarıq? Bunun haqqında danışaq. Prevention nədir? Bunun preventionu olaraq nə edə bilərik? Bunun preventionu olaraq CLCI-dan istifadə edə bilərik. Yəni SLSA deyə yazılır. Burada hətta məqaləsi var. CLSI-dan istifadə edə bilərik. Elə bir, bu hansı ki
yəni 4 mərhələdən ibarətdir. Görün yazılıb burada. Build provenance, exploitation, internal package finding. Hə, bu 4 mərhələdən ibarətdir. Elə bir burada bu nədir? Bu boşluğun qarşısı necə alırıq CSV vasitəsilə? Bu supply chain levels for software artifacts deməkdir. Bu yəni paketin bir sənədidir də, paketi bir verify eləyən bir şeydir kimi deyə bilərik də. Elə ki, hər build edilən paket üçün bir dənə sənəd yaranır. Hansı ki, burada da paketi kim build elədi, hansı repodan build olundu, hansı commitdən build edildi və s. qeyd edirik burada. Və buna götürüb bir dənə kriptoqrafik imza ilə imzalayırıq ki, yəni dəyişmək olmur da, signature-da var. Bu 4 mərhələdən ibarət olur. Məsələn, ilk öncə şirkət polisi təyin eləyir ki, hansı ki, məsələn, Elvin paketi bu builder tərəfindən build olunmalıdır, nə bilim, Y-dən başqa heç bir mənbədən gəlməməlidir və s. və s. Yəni whitelist kimi bir şey təyin edirik. Daha sonra ikinci mərhələdə gedirik private paket build olunur. Bu build olunanda burada bir dənə də provenance deyilən fayl yaranır. Hansı ki, bu da bizim bayaq dediyimiz imzalanmış sənəddir. Bir provenance deyilən fayl yaranır. Məsələn, normalda build olunanda bir dənə fayl yaranır. Ondan əlavə də həmin faylın .provenance uzantılı bir faylı yaranır. Hansı ki, bu sonra bu faylımız, paketimiz hara getsə, provenance onunla gedir də. Registrdə bu ikisi bir yerdə saxlanılır. Yəni, provenance onu təsdiqləyir də, deyə bilərik. Sonra da quraşdırılma zamanı gəlir, yoxlama keçir. Məsələn, keçir, biz npm install verəndə gedir, npm provenance sənədi oxuyur, polis ilə müqayisə eləyir, həqiqətən mən Elvin adımla mı, nə bilim, build olunub, hansı repodan build olunub falan yoxlayır. Əgər hər şey okeydirsə, bunu götürür, install eləyir. Bu arada, yəni bu provenance-ı yoxlanılmasını npm özü avtomatik eləmir də. Bunu CI/CD pipeline-a biz özümüz manual olaraq əlavə eləməliyik. Yəni bundan əlavə olaraq başqa necə qarşısını ala bilərikdisə, bundan əlavə olaraq biz npm-i yalnız private registrəyə baxmasına məcbur eləyə bilərik. Və ya hər məsələn Elvin adında private paket yaradırıqsa, gedərək publicdə də bir dənə Elvin adında paket yaradarıq, içini boş verərik. Ya versiyasını çox aşağı verərik. Buna da attacker gəlib Elvin adında paket yaradamayacaq, çünki onsuz var. Başqa npm install əvəzinə, indi npm-dən danışıram, Node.js-dən danışıram. npm install əvəzinə npm CI-dən istifadə edə bilərik. Elə bir package.json faylı olur. Bunu bilirik də. Burada hətta bir lab mühitdə hazırlamışam. Burada bir package.json faylımız olur. Hansı ki, burada dependency'lər falan yazılır. Bundan əlavə bir dənə də package.log.json faylından istifadə edə bilərik. Hansı ki, bu package.log.json npm install əvəzinə npm CI-dən istifadə edir. Bu da gedir, bayaq dediyim kimi, ən yüksək versiyanı axtarmır. Bu faylın içində nə yazılıbsa gəlir onu axtarır. Məsələn, bu package.log.json faylı olsaydı, burada 1.0 yazmışıq, atıram, mən də publicdə bir dənə 9.9 versiyası yaratmışamsa, bu gəlib faylın içinə baxacaqdır. Da gedib public azada heç nəyə hərrəmir də. Bunun içinə baxacaqdır və bunu götürüb istifadə eləyəcək də. Bundan əlavə də yəni, bir dənə Snyk-dən istifadə edə bilərik, Snyk scandan istifadə edə bilərik, pipeline-da istifadə edirik, harada istifadə edirik. Axır, Snyk bu dependency confusion-u aşkar eləyir.